97-ci ildə Ulu Öndərin xeyir duası ilə yaranan bir kanaldır, Space kanalı. Hansı ki, dövlət televiziyasını kənara qoysaq, yəni istisna etsək, Azərbaycanda hal-hazırda mövcud olan telekanallar içərisində duayendir, bir ağsaqqal Space kanalı. Yaşına və təcrübəsinə görə. 30 yaşını növbəti qeyd edəcək yeganə telekanaldır və Ramim də qeyd elədi, Space televiziyasının 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində çox maraqlı proqramları, verilişləri, layihələri olub. Hansı ki, bugün Azərbaycanda, məsələn, muğam sənətini götürsək, muğam musiqisi ifaçıları arasında kifayət qədər tanınmış, fəxri adları olan, xalq artistləri olan şəxslər var ki, əsası Space-də qoyulmuş bir muğam müsabiqəsinin iştirakçıları və qalibləridir. Estrada tərəfinə baxsaq, xalq tərəfindən seçilən çox yaxşı musiqiləri olan bir sıra müğənnilər var, yenə də fəxri adları olanlar var, onların arasında Azəristar yarışmasının yetişdirmələridir. Və yaxud da gənclər arasında vaxtıyla çox populyar olan Çardaq proqramı var idi. Mən də varam layihəsi var idi. Bugün Space haqqında danışanda paralel Space-in adının yanında adları çəkilən layihələrdir ki, bayaq qeyd edelim, insanların yaddaşına həkk olunub. Yəni Space haqqında ona görə danışarkən, Space haqqında hər hansı bir addım atarkən biz iki qat məsuliyyətli olmalıyıq. Biz 100 ölçüb bir biçməliyik. Çünki Space 30 ilin aşağı yuxarı ölkəmizin yaşı ilə həmyaşıd olan bir telekanaldır və ən qocaman telekanaldır. Obyektiv və subyektiv və daha çox subyektiv səbəblərdən, subyektiv səbəblər dedikdə səriştəsiz idarə etmə, yanlış atılan addımlar, səhv verilən qərarlar, xüsusilə son illərdə səbəbindən Space-də bəzi problemlər olub və bu məsələlər ictimailəşir.